Əmir-el-Müminin Əli əleyhissalatu vəssalam Nəhcül Bəlağədə buyurur ki, o adam ki, hər kəs və nakəsin yanında, hər yoldan ötənin yanında öz problemlərini danışır, öz müşkillərindən söz açır, o zəlilliyi qəbul etmiş insandır. Bir insan ki, başına gələn müsibəti hər kəsə danışır, məsələn, yoxsulluğundan şikayətlənir, ya bir qəza gəlib başına, ya bir yaxını dünyadan köçüb, ya hansısa dərdi var və hər kəsə onu danışır. Həzrət buyurur ki, belə adam özünü zəlil edib, zəlilliklə razılaşıb. Bəli, insan xəstədirsə, həkimin yanında öz dərdini danışmalıdır. İnsanın məhkəməli işi varsa, qazinin yanında öz dərdini danışmalıdır. Ya bir pula ehtiyacı var, borc almaq istəyir, dostu, tanışı, ərk edə bildiyi, ürək qızdıra bildiyi, pul ara bildiyi kimə söz dərdini deməlidir. Burada problem yoxdur. Problem odur ki, bəzi insanlar elə ağlamaq, elə dərd danışmaq, elə dəxli oldu, olmadı, hər kəsin yanında dərdini demək, öz daxili sirlərini açmaqla məşğuldular. Bəzi hədislərdə də deyilir ki, Allah Taala şikayətlənir, dərdini ona buna danışan bəndəsindən deyir, məni niyə gözdən salmağa çalışırsan, ay bəndəm, niyə deyirsən ona buna ki, Allah mənim başıma bunu gətirib, axı mən sənin xeyrin üçün bunu edirəm, sən anlamasan da, sən hikmətini bilməsən də.